Deməli, qaqaşımız belə bir sual verib. Salam. Meyxana haramdır deyənlərə bir dənə cavab verərdiniz də, zəhmət olmasın. Aleykəssalam. Əvvəla qaqaş, onu deyim ki, bu suala cavab vermək səlahiyyətində deyiləm. Bunu ustadlara ünvanlasan daha yaxşı olar. Madəm ki yazmısan, öyrəndiyim bir şey var ki, bir şeyin zatında haram ola. Bir də var ki, mən onu müxtəlif vasitələrlə haram edirəm. Məsələn, içi kanyaklı şokoladlar var. Şokoladın zatında ki, haram yoxdur. Amma içinə vurulan kanyak o şokoladı haram edir. Ayrı yerdə bir dənə şokolad düzəl, kanyaksız. O halaldır da, zatında bir müşkili yoxdur. Bu, meyxana da söz sənəti olduğuna görə söz demək ki, haram deyil. Amma mən onu necə təqdim eləyirəmsə xalqa, o ayrı bir mövzudur. Məsələn, Quran-ı Kərimdə Şüəra surəsində baxsan, 227-ci ayədə, sonuncu ayəsində Allah Teala istisna qoyur. İman gətirib, yaxşı işlər görənlərdən başqa, şairlər haqqında danışır. Qaqaş, yenə əgər ətraflı bir cavab almaq istəyirsənsə, ustadlara müraciət eləsən, daha məsləhətlidir.